Asiya bozqırları onun kimi bozqurt görmədi. Adi bir ailədən anadan olmuşdu. Çindən Aralıq dənizinə, Moskvadan Hindistana qədər böyük bir imperiya yaratdı. Özünə ulduzların taleyini müəyyən edən hökmdar deyirdi. Yaşamış 3 böyük hərbi dahidən biri idi. 35 illik hakimiyyəti sona çatdığında arxada böyük bir imperiya və 17 milyon cəsəd buraxmışdı. Əmir Teymur, Teymur Lənk. 1336-cı ildə Barlas qəbiləsində sadə bir ailədə anadan olmuşdu. Çıxaday xanının haqqında ölüm əmri verir. Bundan sonra dostu Hüseynlə birlikdə qaçır və çöllərdə oğurluq və soyğunçuluqla məşğul olmağa başlayır. Teymur Lənk ləqəbini isə qolundan və ayağından yaralarından sonra alır. Yaraları sağaldıqdan sonra dostu Hüseynlə Mavərin Nəhrə gəlir. Burada özünün icad etdiyi savaş texnikaları ilə məşhurlaşmağa başlayır. Düşməni qorxuya salmaq üçün minlərlə ocaq yandırır. Qaçan düşməni qovan əsgərlərin atlarına yarpaqlı ağac budaqları bağlayır. Ağacların qaldırdığı tozu görən üzərinə böyük ordunu gəldiyini düşünür və döyüş meydanından qaçır. Bu taktikalarla bir neçə şəhəri ələ keçirir. Lakin özünü xan elan edə bilmir. Çünki yalnız Çingiz xanın soyundan gələn bir xan ola bilərdi. Buna görə də əmir titulunu qəbul edir. Həmçinin Çingiz xanın nəslindən gələn birini də yanında gəzdirir. Teymurun uğurlarının əsas səbəblərindən biri də güclü bir casus təşkilatının olması idi. Səfərə çıxacağı ölkələrin xəritəsini çəkdirir və həmin ölkələrdəki daxili münaqişələri qızışdırırdı və əlbəttə ki, qorxu salmaq. Məsələn, Hindistan səfərində bir gündə 100 min sıravi insanın başını kəsdirmişdi. Hindistanın paytaxtı Dehliyə hücum edir. Hintlilərin 125 fildən ibarət ordusu var idi. Teymur fillərə qarşı qorxunc həmlə edir. Yüzlərlə dəvəni bir-birinə bağlayır və hamısını yandıraraq fillərin üstünə sürür. Qorxan fillər geri dönərək Hind əsgərlərini əzirlər. Həmçinin Hindistan səfəri ilə burada İslam dininin yayılmasına təkan vermişdi. Xristian missionerləri qovaraq bölgədə xristianlığın yayılmasını sonsuza qədər əngəlləmişdi. Teymur ona müqavimət göstərən heç kimə mərhəmət etmirdi. İnsan başlarından qalalar inşa etdirirdi. Hər şeyə rəğmən Teymur yox etməkdən çox var etməyə çalışan bir hökmdar idi. Madəm ki, göydə bir Allah var, o zaman yerdə də bir hökmdar olmalıdır deyirdi. Teymurun ən böyük səfərlərindən biri də Anadolu səfəri idi. O zaman Osmanlı taxtında Yıldırım Bəyazid otururdu. Teymur Çin səfərindən öncə qərbdə ona qarşı ən böyük təhlükəni Osmanlı nəzarət almaq istəyirdi. Teymur ilk öncə Yıldırım Bəyazidə məktub ünvanlayır. Rum diyarından ilk olan Yıldırım Bəyazidə. Bil ki, biz qüdrətimizlə dünyanın çox hissəsini öz hakimiyyətimiz altına almışıq. Bu işi tək başına etmişik. Sənin kimi atamdan ölkələr miras qalmayıb. Ağlını başına yığ. Əmirlərimə qarşı gələn hökmdarların aqibəti məlumdur. Bəyazid isə cavabında bunları yazır. Ey qoca köpək, məktubunda məni qorxutmağa çalışırsan. Savaş meydanına gəlməyəcəksənsə arvadını boşa. Bu sərt və təhqir dolu məktubdan sonra döyüş qaçınılmaz olur. Anadolunu Bəyaziddən daha yaxşı tanıyan Teymur oranı talan etməyə başlayır. Sivasda isə etdikləri insanlıq tarixində ibrətli idi. Sivas qalasında 4000 erməni oxçu vardı. Onlar Teymurun ordusuna xeyli zərər vurmuşlardı. Teymur isə qan tökməyəcəyini söz verir və Sivas qalası təslim olur. Həqiqətən də sözündə durur. 4000 ermənini canlı-canlı torpağa bastırır. Daha sonra isə Osmanlının 7 il ərzində xristian zəngavərlərdən ala bilmədiyi İzmiri 15 gündə alır. Nəhayət iki ordu 1402-ci ildə Ankarada üz-üzə gəlir. Osmanlı ordusu qısa müddətdə dağılır. İldırım Bəyazid Teymura əsir düşür. Teymur ona əsir kimi yox, bir hökmdar kimi davranır. Bəyazid isə üzüyündəki zəhəri içərək intihar edir. Ankara döyüşündəki Teymurun ordusundakı fillərin komandirinin adı İsinbuğa idi. Zaman keçdikcə dəyişərək Esanbuğa olur və Ankaradakı hava limanının adına verilir. Teymur hazırki Rusiyanın da təməlini qoyan şəxsdir. O Qafqaz səfərində olarkən Qızıl Orda xanı Toxtamış Səmərqəndə yürüş edir. Bunu eşidən Teymur geri qayıdır. Toxtamışı darmadağın edir. Bundan sonra Qızıl Orda dövləti zəifləyir və ruslar ərazini nəzarət almağa başlayırlar. Teymur bugünkü Asiyada son şəklini verən hökmdardır. Bugünkü Özbəkistanın böyük şəhərlərini başdan aşağı inşa edib. İranı fəth etdiyi zaman Şahnamə əsərində türkləri təhqir edən Firdövsünün məzarına gedir və ayağı ilə vuraraq belə deyir. Ey Firdövsü, qalx, qalx, hər sətrində təhqir etdiyin məğlub türkü indi də gör. Qalx, bax, İsfahan gözəldir yoxsa Səmərqənd. Bağdaddan bu yatdığın yerə qədər fars buraxmadım. Teymur Çin səfəri zamanı xəstələnir. 1405-ci ildə çadırında ölür. Bəli, bu sıfırdan gələn birinin hekayəsidir. Bozqırın ən acımasız qurdunun hekayəsi.